Ən çox narazılıq yaradan qidalardan biri də yağlardır. Bununla bağlı nə deyə bilərsiniz? Ən zərərsiz yağ hansıdır? Bəli, bu günləri yağlar daha çox söz mövzusu olur. Üzərində bitki yağı yazılır, amma hansı bitki yağından hazırlanması yazılmır. Bax, burada artıq işbazlıqdır. Məsələn, siz əgər bu kərə yağını və yaxud hər hansısa bir margarin yağını, palma yağından və yaxud kokos yağından və s. bitki bir yağdan hazırlamısınızsa, mütləq şəkildə etiketdə bu öz əksini tapmalıdır. Yəni, orada ingrediyentlər bölümü var və siz bunu nədən hazırlayırsınızsa, içinə gedən hər bir kalkulyasiya nə daxildirsə, hamısı orada öz əksini tapmalıdır. Fransızlara bir sual verirlər ki, sizin mətbəxinizin sirri nədir? Deyirlər kərə yağı. Deyir, başqa nə sirri var? Deyir, kərə yağıdır. Bizim mətbəxin ləzzətli olmasının kərə yağıdır. Deyir, başqa nə sirri var? Deyir, kərə yağı, kərə yağı, kərə yağı. Yəni, bu fransız sözüdür. Amma biz milli mətbəximizin köklərinə baxanda nə görürük? Quyruq yağı, kərə yağı, nehrə yağı, düzdür? Yəni, heyvan mənşəli yeməklər ki var, hansı ki, ət, toyuq, balıq və s. Bu məhsullar təbii ki, eyni zamanda yumurta da buna daxildir. Kərə yağında bişirilməlidir.